Və bu ad, bu Şakir adı, Allahın Ənis adı ilə ünsiyyət qurmağa qapı açır. Allahın bir adında Ənis daha, Ənis yəni nə? Munis, ünsiyyət quran. Bu Şakir adı Ənis adına bir qapı açır. Ümumiyyətlə, bu adların bir-birinin bir əlaqəsi də var. Bu mövzunu açmaq olar ki, bu adla bu adın əlaqəsi nədir? Adam ki, görəndə Allah ona təşəkkür edir, istər-istəməz ondan ünsiyyəti yaranır. Adamın ünsiyyəti necə yaranır? Rabitə necə yaranır? Görəm, sən mənə diyalog qurursan, mən də sənə ünsiyyət qurmaq istəyirəm. Amma adam ki, görsən də susub elə hey oturur. Danışırsan, gülümür. Ciddi məsələ danışırsan, bir təəccüb eləmir. Ya məsələn, bir fikri bölüşürsən, maraqlı deyil. Onun ünsiyyət yaranlar mı? Yaranmaz. O zaman yaranır ki, qarşılıqlı bir dənə nə olur? Rabitə olur. İnsan ki, bir addım atır, Allah təşəkkür edir. O təşəkkürü tapanda istəyən ünsiyyət qurursan. Kimlə ünsiyyət qurursan? Ənislə, Munislə. Yəni, bu ad yol açır ara Ənis adına. Ya Ənisəl qulub dualarda var. Ey qəlblərin munisi. Ya Ənisə mən la Ənisələh. Ey tənhaların munisi. Ənisə mən la Ənisələh. Tənhaların munisi. Biləmər deyildi, bunu eşidəndə istədim, lap tənha qalıb. Tənha qalıb. Doğrudan Allah nə qəribə qurub bu aləmi sistemi. Çox qəribə qurub. Yəni, tohidi dünya görüşündə, elə ki, Allahı tapdın həyatında, hər tərəfdə xeyri bərəkəti tapa bilərsən. Hamı üst çevirsə də Ənis var, Munis var. Qəribə, Allah çox belə bu aləmi fərqli yaradıb sistemi. Tutana qədərdir yolunu, gedənə qədərdir.